Baxın, ərəb dilindən tərcümədə əziz sözü, yəni möhkəm, əyilməz və sınmaz mənasında tərcümə olunur. Ərəblər möhkəm torpağa, möhkəm yerə əzaz deyirlər. O torpağı ki, qazıb, belləyib, şumlayıb, əkin-biçin etmək olunur, möhkəm torpaqdır. Ərəblər ona əzaz deyirlər. Zəlil sözünün mənası isə bunun əksidir. Yəni yumuşaq, yəni qazmaq olur, əkin-biçin eləmək olur. Allah Teala Qur'an-ı Kərimdə bu sözü işlədir. Huvellezî ceale lekumul arda zəlûla. Allah yeri sizin üçün zəlil qərar verdi, yəni yumuşaq qərar verdi, yəni sizin itaatinizdə qərar verdi. Femşu fi menakibiha ve kulu min rizqihi. Yer üstündə yeriyəndə yer heç bir etiraz eləmir insana. Bəzi insanlar bu cür nədir? Zalimlar onları tapdırlasalar da onların səsi çıxmır. Zalimlar onlara hər cür zülm etsələr də onların səsi çıxmır. Bunlar zəlil insanlardır. Allah Qur'an-ı Kərimdə baxın bu misalı çəkir. Femşu fi menakibiha ve kulu min rizqihi. Yer sizin üçün zəlil, yəni yumuşaq qərar verilsin, itaatinizdə qərar verilir. Qazın, belliyin, əkin, biçin edin və yeyin. Bu da zəlil sözünün mənasıdır.